Həmçinin məscidə gedən insan üçün bəyənilən işlər bunlardır ki, xoş ətirdən istifadə etmək, pak və qiymətli paltar geyinmək, məscidə sağ ayaqla daxil olub, sol ayaqla çıxmaq, məscidə hamıdan qabaq gedib, hamıdan sonra çıxmaq və s. əməllər buyurulub. Həmçinin bəyəniləndir ki, insan məscidə daxil olduğu zaman ehtiram əlaməti olaraq 2 rükət namaz qılsın və yaxud da onun əvəzinə hər hansısa bir vacib və ya müstəhəb namazları da qılsa kifayət edər. Məsciddə yatmaqdır, dünya söhbətləri aparmaq, hər hansısa bir sənətlə məşğul olmaq və yaxud da nəsihət, yəni məsləhətli olmayan şeirlər demək də bəyənilmir. Həmçinin insan ağzının, burnunun və yaxud da sinəsindən gələn suyu məscidə tökməsi də bəyənilmir. Hətta alimlər bəzi surətdə onu haram da hesab edir. Lakin insanın əlində başqa çarəsi olmasa, onda məsciddə yatmasının məkruhluğu, yəni bəyənilməməyi aradan gedir.